Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri Cəhalət Mühəndisliğinə Qələbə bərnaməsinin 245-ci bölümün başlayıram. Umarım ki, hər bir türk yazısı ilə, türklərin tarixdə yazdıqları, keçən neçə yüzildə yazdıqları kitabı tanış olmaqla milli güvəncimiz, milli duyğularımız ayağa qalxsın və keçən yüzildə İranda və dünyada bizim beynimizi işğal ediblər, kitablarla, yazılarla, danışıqlarla, təbliğatla, işlə onlardan uzaqlaşaq. Hər nə qədər daha öz dilimizdə, öz varlığımızda, öz geçmişimizə tanış oluruq və o qədər öz varlığımıza giririk. Bu da bizi düşmənlərin cəhalətindən uzaq tutmağa köməklik edir. Dünənləri bir dənə divanla tanış olduq ki, 238 səhifədən ibarət idi. Nəzərimə gələn yadımda qalsa, İnci xanım divanı deyə qələmə almışdılar. Sonra da kitabın üstündə gördük ki, bunu yazıblar Divan-ı Rəcai ki, heç birisi deyildi. Çünki burada bir şəxsin qoşmaları ilə ya şeirləri ilə qarşı-qarşıya gəlmirdik. Bəlkə onlar, bəlkə 20, 30, 40, 50, 100 saymadım ona görə. Şairin şeiri ilə qarşılaşdıq orada ki, Nəsimi ilə yaddaşda başlayır və çox da gözəl bir kitabdır. Əlyazma olduğu üçün və əlyazması da dəyişdiyi üçün bir çox yerlərdə çox çətinlik çəkdim. Onu oxumağa çalışdım. Təbii ki, mən türk dilində təhsil görmədiyim üçün, tanış olmadığım üçün bir şey deyə bilmirəm. Çünki vaqiət belədir. Və bu ki, əski yazıda, əski türklərin 500 il, 400 il, 600 il, 1000 il bundan qabaq yazdığı kitabları oxumaq, həm də əl yazını oxumaq özü bir təxəssüsdür. Çox ağır təxəssüsdür. Mən də türk dilini öyrənmək üçün ağır yerdən başlamışam. Dostlar da istəsələr, belə özlərinə zəhmət verməlidirlər. Ta adam, o bir nəyə görə bir belə xərci qoyur onun üstünə? Çünki o istəyir öz tarixin, öz dilin, öz düşüncəsin, öz anlayışın bizim beynimizə soxaq. Və biz də o cür olmuşuq. Yəni 3-4 nəsl, 5 nəsl o cür yetişmişik. Amma o zaman ki, qeydirik özümüzə, öz dilimizə, bilirsiniz, hər dil sadəcə dil deyil ki, hər dil bir düşüncə, anlayış, baxış yoludur. Yəni bizim dil bir pəncərədir, bir gözdür ki, oradan dünyaya baxırıq. Onun içi ilə dünyanı düşünürük. Əgər gözümüzü dəyişdirək ya pəncərəmizi dəyişdirək, həmin dünyanı görməyəcək, bir ayrı dünya görəcəyik. Yəni, məsələ deyək ki, biz bir dənə 5 təbəqə saxtamanda oturmuşuq, bunun 4 dövrəsi də pəncərədir. Bunun biri türk, adını qoyaq türk pəncərə. Baxırıq qabaqda bir dərya görürük, dağ görürük, su görürük, çəmən görürük. Bir tərəfdən gedirik, baxırıq, gün batanı görürük. Bir tərəfdən baxırıq, gün çıxanı görürük. Bir tərəfdən baxırıq, görürük ki, məsələn, çöllükdür, ya meşəlikdir, ya hər nədir. Yəni, dil də bu cürdür. Dil bizə düşüncə və baxış və anlayışı verir. Əslində, hər dil bir, deyək ki, dünyanı necə görəcəksən, necə anlayacaqsan, necə düşünəcəksən, necə yaşayacaqsanın vəsiləsidir. Fikrin ki, bir dənə maşındır, siz ona minmişsiniz, amma otomatikdir. Özü hər yerə geçsə, zaman içində təyyarə kimi fərz edin, amma otomatik. Yəni, sizin ixtiyarınızda deyil. O, sizdən qabaq var idi, siz də varsınız, sizdən sonra da olacaqdır. Siz onun içində doğulursunuz, o hərəkət edir özü. O hara geçsə, siz o aparır. Dil bizdən qabaq var idi. Bizdə də dilin özünün bir şeyi var, çərçivəsi var, bir baxış yönü var. Onun üçün dünyanın bu dildən çıxıb o dilisi dəndə avara qalar adam. Yəni, məsələn, hər kəs deyər, məsələn, mən ingilisini yaxşı öyrəşmişəm.
Məsələn deyirəm, indi gəlmişik 40 ildir Kanadada yox, 50 ildir Kanadada yox. Bu adamlara deyəsən ingilisini sən nə qədər çox yerdə qalacaqdı. Çünki ana dilində öyrəşdiyi ona beyin verib. İkinci dildə sən çevirirsən öz dil və təzəşdən anladırsan və çox şeyi anlaşmırsan o ikinci dildə anlamırsan. Çünki ondan yekəməmirsən, onun şeyi deyilsən. Bunun üçün o birinci nəsli gəlir qürbətə, bu birinci nəsl avara qalır. Çünki bir ana dili var, bir rəsmi dil İranda öyrəşib, icbari təhmili dil öyrəşib. Hangi məmləkətdən gəlsə onun bir dili vardır. Deyək ərəbdir məsələn, ermənidir, yəhudidir, mən bilim, hər kəsdir, rusdur, gəlir bura. Avara qalır. Birinci nəsl avara qalır. Kamilən avara qalır. İkinci nəsl burada doğulmuş olsa, burada mədrəsəyə getmiş olsa, burada yekəlmiş olsa, bəlkə bunlar bəlkə deyirəm, çünki ailə məsələsi ana dil məsələsidir. Bəlkə bunlar buranın dili ilə tanış ola bilərlər. Amma birinci nəsil yox. Hətta məsələn 15 yaşında da gəlsə, 20 yaşında da gəlsə, bəlkə biraz hətta tez də gəlsə, o eləyə bilməz ki, bir Kanadalı kimi ingilisi düşünən. Çünki dilin mayası 2 yarım, 3, 5, ən çoxunda 5 yaşınacan beyinə dolur. Bu nə deməkdir, nə anlayacağıq bundan? Görək ki, bunu nə anlarıq? Mən elə bir bunu 2 dənə açdım. Bəli, 2 dənə açmışam. Bunu buradan bağlayayım. Birini də bağlayayım. Görək ki, bu kitab bizə nə deyir? Əvvəl buradakı kitabın adını yazıblar. Həlim Giray Külliyatı. Biz də bunu yazaq ki, sonra Həlim də yazılmayıb üst-üstə. Bəlkə də yazılıbdır. Bəli, Həlim Giray Türkiyatı olar. Bu türkcə yazılıbdır. Bunu yazıb ki, 231 səhifədir bu. Bir səhifə olmaz kitabda. Yəni, o şey ki, türkcədə deyirik ki, tək, cüt. Kitab tək olmaz. Kitab cüt olar. Çünki hər bir səhifənin bir bu yüzü var, bir də bu yüzü var. Yəni, olmaz ki, bu bir, bu da 2 da. Onun üçün cüt olar kitab. Cüt tək olmaz. İndi niyə təkdir? Çünki bu cildidən ehtimalən bir ayrı yerdən bir dana izafə əks salıbdır, ona görə beləsidir. İndi baxaq görək ki, bunun əvvəl kitabın bir şeyinə baxaq. Görək ki, bu kitab nədir? Burada baxırıq, kitabın şirazəsini görürük. O daldan ki, nazik yeri var, səfələr yapışıb bir-birinə, ora şirazə deyirlər. Buna baxırıq, görürük, göndür, çox işlənibdir, cırılıbdır bəzi yerləri. İkinci bölümünə baxırıq, görürük ki, cildinə. İkinci əksə baxırıq, görürük ki, kitabın cildi çox gözəl, bir nəfis qızılla deyək ilə qırmızı ya gilanar rəngində olan bir kitabın gönün üstündə bir gedək bu bir için açır, için görürük salimdir və rəngi də zeytuniyə maildir. Görürük ki, kitabın cildi üstdən çift kimi qayıdıbdır şeyin üstünə. Yenə də elə burada gözəl görsənir, bunu da görürük. O birisi səhifəyə keçirik, o da elə yenə zeytunidir. Burada 6-cı səhifəyə yetişdik indi PDF-də. Bəllidir, bu PDF-də ehtimalən Avropada bu PDF olubdur, ya Amerikada olubdur. Çünki bu da hər PDF-in hər səhifəsində kitabın bir səhifəsini görürük. Bu da o şeydir. Burada bir latincə bir şeylər yazıb ki, oxuya bilmirik. Bir dənə möhrü görürük burada. Bu möhrə bir baxaq görək ki, bu möhr nə möhrüdür? Əhməd Safi. Əhməd Safi. Aşağıda da tarix vardı. 1121-dir, belə görürəm. Ya da 1200 yox, 1129 oxuna bilir. Amma bu möhür buna bir şey eləməz. Deməz ki, bu kitab harada yazılıbdır. Bu kitabı əlinə düşəndə bu möhrü vurubdur. İndi bu ayrıdır. Buradan kitabın içinə giririk. Osmanlı dövründə çəkilmiş görünür. Çünki Osmanlı dövrünün kitablarında bilirik ki,
hər mətləbin dövrünə kadr çəkirlər, çərçivə çəkirlər. Bismillahın üstündə 3 cürə çərçivə olur. O çərçivələrin biri günbəzin içidir, biri günbəzin eşiyidir, biri də günbəzin altı diyaq beləsi və altda da yazılardır. Qıraqda da 2 səhifə əvvəlidə qıraqda qalin çərçivə çəkirlər, içində rəhlirlər ki, burada da görürük, yəni qızılı rəhliyiblər. İkinci səhifədə də eyni bu cürsü dövrəsin rəhliyibdir və o birisi səhifələrdə nazih şeirləri ayırıbdır bir-birindən, o kadrla, yenə çərçivə ilə ayırıbdır. İndi bunlar şeirlərin adları nədir, bu nə cür bir şeirdir, mən bilmədiyim üçün bir şey deyə bilmirəm. Burada cəlibdir. İndi biz görürük tarixi vəfat, tarixi tədris, tarixi ləciyyə, tarixi viladət. Bunlar cəlibdir ki, bizə bunlar görürük ki, kimə görə tarixi itmam baisi baisabat, tarixi viladət Humayun, tarixi vəfat, təxmis qəzəl Yəhya, təxmis müxəmməs deyə, təxmis qəzəl Fəhim. Burada da nəzərə gələn bir şairdən şeiri alıbdır, bir beytin məsələn. Onu gəlibdir, özü onun üzü ilə, məsələn, biri Yəhyadan alıbdır, biri də Fəhimdən alıbdır. Məsələn, bu da təxmis qəzəl Sabit, bu da Sabit adlı bir şairdən alıbdır. Sonra özünün şeyinə keçibdir, şeirlərinə əlif ilə başlayıbdır. Adı nədir? Həlimdir. Şairin adı, yazaq şair, adı Həlim adı ilə tanınan bir şəxsidir. İndi bu Giray da ki orada yazıbdır üstə, bəs o da elə bilər ki, bu adamın adı olsun. Gözəl bu xətt ilə yazılıbdır. Əlbəttə xətt biraz dəyişdi. Yəni məsələn indi bu səhifə ilə öncəki səhifələrə baxanda, məsələn bura ilə oranı müqayisə edəndə biraz xətt dəyişir, amma oxumalıdır, oxumaq olar bu xətti. Mən oxuya bilərəm. Yəni çox adam məndən 1000 pay yaxşı oxur təbiətən ki. Əlyazıdır. Çox da gözəl bir şeydir, kitabdır. Onun üçün də elə görürük ki, tamam səhifələrin dövrəsi kadrın, hətta içəridəki o çərçivələri ki, çəkibdir, misrələri bir-birindən ayırıb, ya şeirin qutaran beytin ayırıbdır, ya aşağıda başlanan beyti ayırıbdır. Bunları da görürük ki, hamısı yenə də çərçivə içinə salıbdır və çərçivənin içində qızılı rəhliyibdir. Çox gözəl bir kitabla tanışıq. Əlbəttə ki, hələ fiilən oxumamışam, görəm ki, əlbəttə baxanda görürəm bunun türkcədir. Türkcəliğini görürük bunun. Biraz sürətlə gedirəm, görürüm ki, 150-ci səhifədə nə var? 150-yə də biraz qalanda çönübdür, şeirdən çıxıbdır. 145-dən şeirdən çıxıbdır, tarix qoyubdur, yəni düz yazı ilə gedibdir. Əlbəttə qabaqda da belə bir şeylər görür. Bəli, hələ davamı varmış qabaqdan, vəsətdə şeir yazmışmış. Mən bunu qeyd etmişəm, dalıya baxıram, genel o cürdür, bəli. Bu bir çox səhifəsi qeyd etdim, gəldim 150-dən indi 113-əcən gəlmişəm dalıya. Görürəm ki, elə orada-burada şeir varmış, qalanı yazıymış, düz yazıymış. Yəni biraz qeyd etdim dalıya, görürüm ki, məsələn 37-dən gedək elə beləsi. Bunlar şeirdirlər, indi oldu 40-50. Bunlar şeirdirlər. Hardan bu şeyə çevriləcəkdir? Düz yazıya. Burada bir tarix də qoyub ehtimalən təmmət. Şeir demək olar ki, 68-ci səhifədə tamam şد دیوان مبارک میمون از دست محمد رجب بخاری در سنه 1240 203 Tamam. Kim yazıb? Nüsxəçi kimdir? Nüsxəçi Muhammed Rəcəbi Buxari. Türkdür. Buxarisi ilə gördük, yəni o türkdür. Hangi ildə tarix desək, səneyi elə bu şeyini yazıb mən də
سنه 1243 bu da bunun 1243 Hicri qəməri. Tamam. Bunu da burada koyduk. Belli oldu ki bu adam acaba indi sual da acaba bu kitabı İstanbul'da yazıbdı, Osmanlı'da yazıb, yoxsa elə Buxarada yazıbdı? O bir məsələ. İndi buradan bu üzə baxırıq, bir səfə, iki səfə, üç səfə boşdur. Sonra Bismillahirrahmanirrahim. O kadrın içində bir dana, yəni gül dəstə çəkibdi buradan bu üzəyə. Bir dana gül dəstə çəkibdi ona. Çərçivənin içində bir gül dəstə çəkibdi. Şeir ilə başlayıbdı. Amma ikinci səfədə görürük ki, olacaq xunçəçin gülbəni raz. Buradan başlayır şey yazmağa. Bunu oxuyarıq. Yəni oxumalıdır. Buradan başlayır düz yazıya. Nəsr, o şey için nəsr deyirlər, ona başlayır. Vəsətdə əlbəttə hərdən bir şeir də yazır. Məsələn, burada səhifə 106-da görürük ki, 2 dana şeir yazıbdı, 3-4 dana, 2 səhifə şeir yazıbdı. Sonra Fəthi Girayxan. Girayxan fəthində haqqında burada bir tarix yazıb, yəni. Əslində bu sadəcə şey deyil. Bəzi yerdə də görürük ki, qırmızı kəlmələrdən, qırmızı rənginlə kəlmələri yazıbdı. Bu da Rəzmi Bahadur Girayxan. O Giray ehtimalən, bu da özü Giray tayfasından olacaq, ehtimal verirəm. Yenə məsələn gəlir 29-cu səhifədə bir səhifə yarım şeir deyir, ya bir səhifə şeir deyir və yenə də o nağılı, tarixi davam edir. Çox gözəl və getməli. Buradan bilirik ki, bu indi 166, 175 bəzən qıraqda da görürük ki, yazı var, qıraq yazı var. Burada da bir cəlib bir şey gördüm harada. Bu da sütunu, yazını yazıb da axirin biraz aparıb üstə. Sonra ki, bunun nəqqaşını çəkiblər, deyiblər, tamam, bu adam burada gəlib üstə, bunu da burada bu yazını qərərləməyək. Oranı boş qoyublar, elə pəncərə oradan sınıbdı, kəlmə çıxır eşiyə. Çox da gözəl bir vəziyyət verir buna. Çox bağışlarsınız, mən 2 gündə xəstələnmişəm. Ona görə də bu günlər biraz isti giyinmişəm ki, da şey olsun, davazat da yemişəm, amma burnumun suyu axır, mıngıldıram, başım da ağrır, amma neynəmək? Yəni kitab oxuyuram ki, bəlkə biraz da başımı qatım. İnşallah bu kitabda məni cəzb elər içinə. Gəldik, çıxdıq kitabın axirinə. 231 səhifə demişdi. Səhifəsini də qoyaq, səhifə 231. İndi bir də qeydirik əvvələ görək ki, bu kitabın axirində, sonunda görürük. Bu da sonudur, cildinin içərisidir. Bu da cildin eşiyidir. Görürük ki, beləsidir. Burada da kitabın 3 zaviyədən, 3 açıdan baxırıq ki, bu kitabın şeyi nə cürdür. Və axiri də Xanat-ı Kirimə. Burada da yazıblar, Kirimə də, indiki də yadımdan çıxır, Ukraynadadır. Kırım ya Qırım, oranın xanatı, bu kitab orada yazılıbdır. İndi bunu da beləsi bildik. Qeydək gələk birinci səhifəmizdən başlayaq, görək ki, bu kitab nə haqdadır. Buna dedik, bir dana möhrü vurublar, o möhrü bilmirik nədir. Burada da bir tarixlər vardı, əlbəttə onu oxuyarıq, görürük özü içərisində nə tarix yazıbdır. Bismillahirrahmanirrahim. Hazar qəsaidi həmdü səna, hazar qəsaidi həmdü səna, ol padişahi tutiyül mülk, ərəbcədir bu kəlmə, tutiyül mülkə mən təşaü həzrətlərinin dərgah-ı əqdəs və bargah-ı müqəddəslərinə cədir və səzadır ki,
Burada bir səzadar yazıbdı. Üstünə bir qırmızı xətt çəkibdi. Yəni bu iştibah olubdu. Bu kitabda virgül görürəm. Virgülü virgül olaraq işlədibdi. Qırmızı xəttinə. Diqqət eləməmişdim, amma indi görürəm ki, virgülü işlədib. Həzar qəsaidi həmd və səna ol padişahı tu'ti il-mülkə mən təşâ'ü həzretlərinin dərgâhi əqdəs və bargâhi müqəddəslərinə cədir و səzadır ki نوعی بنی آدمی قوت فائقه ناطقه ایله بین الاجناس تمییز و سزا فراز و سرافراز تمییز و سرافراز و تهدید نظم جلیل یتبعهم الغاوون ایله دنبسته دلان olan nükte sencani müvehhidini fiyuzat-ı terbiye-i kerime-i illellezine amenu ile مانند توتی مستثنا مقال فائزی فضل افزا و امتیاز ایلده مقال فائزی فضل افزا و امتیاز ایلده و زواهری صلوات متواصلات اول مطلع نشاید مجموعه نشاید şayəstə elə bir deyil mənasında işləyir, nəşayət. Amma bir də baxım oxuyum, görüm ki, nə oldu. Faizi fəzl əfza, əfraz və imtiyaz eylədi və zavahiri salavat mütevasilat ol mətlə'i nəşayət nişa göyərənti, göyərmək, yaralmaq, xəlq olmaq نشایدی مجموعی نبوت و مقطع قصائد دیوان رسالت حضرتlerinin خاک پاک روزی mütəhhərlərinə əraize-i zarıanə qılınır ki, əraiz cəmi ərizədir, ərzdir. Ruzi mütəhhərlərinə əraizi zarıanə yəni sızıltıya, yalvara, ağlıya, zarıanə qılınır ki, cəvaizi mürvarid innə minəş-şi'ri ləhikmətun ilə təşnif məsami, təşnif də deməkdə bilmirəm, مسامع قلق asmaq مسامع şuarای سحرآفرین اتمکlə hər biri məşşatə تیزدست تعبیرات رنگارنگ ilə رخساره زیب آبکار مزامین مدایح گرین olmuşlardır. Məşşatə əslində yol yerimakdır. Məşşatə o adamdır ki, xanımların üz gözünü təmizləyir. Üz gözündə onu yor eləyir elə bir, məsələn, o cür götürüblər. Məşşatə tizdəstdir. Tizdast, dəst deyil, dast. Bəlkə də idi bu yazılıbdır, ehtimalən idi yazılıb, dəst. تعبیرات رنگارنگی لرخساره زیب آبکاری مزامین مدایح گرین olmuştur و فرائدی منظومه ترزیه و تبجیل جامعی şer'i mubin olan اطره و اطراب اطرت و اطراب و اصحاب birərə Həzəratının mərakidi müəttərələrinə ərz və təqdim olunur ki, Cənab-ı Şirazə bəndi, Şirazə kitabın dedik sonudur ki, tamam bu bərəxləri orada bağlır bir-birinə. Ona görə Cənab-ı Şirazə bənd məcmui aləm ma beynilərindən 4 yar güzini
مانندی ربایی سرلوحی تراز şərəfi təqəddüm ilə mümtaz eyləmişdir. Saharyar-ı Güzin Hazreti Ömer'di, Ebu Bekir'di, Osman'dı və Hazreti Ali'di. Manənd rübai şeirlər 4 dana misrədən yapışır bir-birinə, ya 4 beytdən yapışır bir-birinə, bilmirəm olarlar. Mən hər halda bir məni üçün gəlir. İstəyir deyək ki, bu da o cürdür. Manənd rübai sərlohi təraz şərəfi təqəddüm ilə mümtaz eyləmişdir. Bə'də zin. Bunları deyəndən sonra bə'də zin, zin, bə'd az in deyil, bə'də zin valid Macid Salatin Çengiziyədən ha. Şimdi valid Macid Salatin Çengiziyədən, Çengiz nəslindən olanların nənəsi, dədəsi, valid Macid Salatin Halim Giray Sultan. Halim adıdır bunun. Halim Giray da deyil, Ceray'dır. Ceray Sultan Eskenehullah Teala fi gurfetil cenan. Allah onu cənnətlərin qurfələrində məskən sahib eləsin. Hazretlerinin, o sultanın, yani Halim Sultan, Halim Geray Sultan Hazretlerinin sədefi təb-i lətafət burada bir mənbələrində, burada bir şey, mən mənbə oxuram, mənbələrində İr Nisan, Feyz Resan, Abr Nisan, Abr bulut, Nisan da bir yağışı çox olan ayın adıdır Türkçədə. Abr Nisan Feyz Resani Sənucat Səmədaniyə ilə pərvəriş yafteyi zuhur olub. Hər biri mənkuş cuşi etibar ölməklə, mənkuş qulağa bağlanmış sırğa, məncuşi cuşi etibar olmaqla şayandır. Ari şəhsəvari əşariləri. Ari yəni təmiz, arı həman. Arı təmiz. Ari şəhsari ya da ari şəhsəvari əşariləri məhfuzi, məhfəzi cəm və tərtib olmayıb. Yegan zeynət sazi tican olaraq zeynət sazi tican avraq pərişan olmaqla düzdür çalaq dəst ruzgar bi insaf rubudə sərpənci itlaf etmək xatirəsindən naşi. Bu abd-i biçare yazan kimdir? Yəni Şəhbaz Giray yazar, şair ehtimalən şeydir, Şəhbaz Giraydır. Yazardır. Yaxşı, hələ burada yazarı yazaq. Görək şeyim. Şəhbaz Giray. Yəni Şəhbaz Giray üftadə bəndə-i Haqqi Halim Giray zadə onun işləyənidir. Halim Giray zadənin işləyənidir. Vəsilə isticlab-i xeyr dua və bu babidə dəxi haqqi əbəvvəti ifani əbəvvət də dəlx əbəvvət deyəxcəm. Əbəvvəti ifaniyyəti sadiqəsilə əgər məqsud əsərsə misrə bir cəstə bərcəstə kafidir. Deyərək o la ilala və asar valایی کشیده رشته جمع و تستیره سطرلتشmaq و تستیره تحریک اتامل تأمل همان.
غیرت edersen به inayet الله الملک القدیر رونق دهی سرنامه دیوانچه tertib ve tehdir olmuştur. Tamam, bu bellidir ki bu adam Şahbaz Giray Halim Xanın Çəngiz oğlu adından özü də onun şeir yazılarını şey eləyəcəkdir. Onun haqqında bir şeylər yazacaqdır. Görək ki, münacatnamə əvvəl münacat edir. Lütfünlə bana kəşf-i şuhud eylə ilahi, sirri deli tevhid vücud eylə ilahi, benlə olan bəndəliyə etmə müqəyyəd, söz bəndimi azad qüyud eylə ilahi, söz bəndimi. Çözmək, düyünü aşmaq. Bəndi də düyündür. Məsələn, suyun qabağında bir bəndi tikirik. Yəni, bir divar tikirik, su onun dalısında qalsın, su geçmir, bənd olur orada. Ona deyir ki, nə mənə? Söz bəndimi azad qüyud et. Qüyud da ki, qeyd edəndir, düyündür. Nəzm-i rüya. İndi bu nədir? O münacat elədi, Allahdan bir şey istədi. Gedək görək ki, münacat Allahdan bir şey istəmək. Nəzm-i rüya. Varınca xabə bir şəb çeşm bitab, varınca xabə bir şəb çeşm bitab, bəna kəşf oldu bir əfsanə-i xab. Göründü çeşmimə bir məclis-i xas, o bəzmin əhli həb əshab-ı ixlas, bütün söhbətləri rəmz-i məarif, kinayat-ı nikati həb lətayif, oqurlərmiş məgər Leyli-yə Məcnun, oqurlərmiş, oxurlarmış. Oqurlərmiş məgər Leyli-yə Məcnun, olurmuş samiinin eşqi əfzun. Qulaq assa, sami, qulaq assa. Samiinin eşqi əfzun, əks Leyli gözdə, cövlan, cəvəlan. Əgər mir'ata baxsa qeys heyran, edərmiş əks Leyli gözdə cəvəlan. İrişdi bu sıxəndən canə heyrət, zuhur etdi o saat başqa hikmət, o məclis etdi əvvəl olmədə təhəvvül. O məclis etdi oldum da təhəvvül, bənim də buldu əhvalım təbəddül. Gözüm düş oldu. Gözüm düş oldu bir ali məkana, düşdü, yəni düş oldu, yəni düşdü. Gözüm düş oldu bir ali məkana, məgər olcaymış aynəxana. Ora haraymış? Aynəxana imiş. Yəni baxır, özün görür də. İndi burada aynəxanaya baxır, özün görür. Özün də bir dana görmür. Fikir edin ki, siz girirsiniz bir aynəxanaya, orada 1000 dana ayna var. Aynaların hər biri də sizi görsədir. Bunun da heç birisi bir-birinə bənzəmir. Hərəsi bir açıdan baxdığı üçün siz aynı deyilsiniz. Gözüm düşdü oldu bir ali məkana, məgər ol caymış aynəxana. Əsası eyni heyrətdən yapılmış. O evin, aynəxananın əsası, kökü, binası eyni heyrətdən yapılmış. Heyrət gözü ilə. Yəni ora baxanda heyrət gözü ilə baxacaq. Heyrət mat-məhdud qalmaq. Məgər əsası eyni heyrətdən yapılmış. Dər o divarı səfəvvətdən yapılmış. Məgər kim qeysi məcnun onda hazır, məgər kim qeysi məcnun onda hazır, olurmuş zir-i balasına nazir, aşağısına yuxarına görərmişlər. Edərmiş hər tərəfdən hüsn-i Leyli, Leyli hər tərəfdən hüsnünü orada göstərərmiş. Wow. Edərmiş hər tərəfdən hüsn-i Leyli, pəyapey qeysi məcnuna təcəlli, qeysinə məcnuna oradan təcəlli elərmişdir. Özün görsədərmiş aynalarda. Huzurə bülmədi bir vəçlə rah, huzurə bülmədi bir vəçlə rah, və lakin oldu dil sərindən agah, dil sirrindən agah. Dil sirri, ürək sirri.
Əlbəttə burada dil elə bu danışıq dilədə demək olar ha. Çünki və lakin oldu dil sirrindən agah. Dilin özündəki sırrın anlayaq ki, dil nə üçün var? İşi nədir? Bu çox önəmlidir. O dəm gəldi fəqirə özgə halət. Fəqir bu özün deyir. Bəni məst eylədi səhbay heyrət. Şu rütbə ağladım. Şur təblə ağladım. Qanə boyandım. Şur təblə ağladım. Qanə boyandım. Həman o uyqudan ol dəmdə oyandım. Be haqqi eşq qeys o hüsn Leyla and içir, çox gözəl and içir. Əlbəttə deyiblər, hər vaxt gördünüz ki, bir nəfər and içir, bilin ki, yalan deyir. Mən buna inanıram. Be haqqi eşq qeys o hüsn Leyla bəni eşqinlə ya Rəbb eylə şeyda. Gönüldə qalmayıb əsla küdurət. Gönüldə qalmayıb əsla küdurət. Bülə mir'at dil lütfünlə səffət. Bülə yəni tapa. Bula həman. Bülə mir'at dil lütfünlə səffət. Fəsadatım edib təqvaya təbdil. Fəsadatım cəm bağlır fəsadı. Fəsadatım edib təqvaya təbdil. Qusurim eylə ehsaninlə təkmil. Həlimi naili qəlbi səlim et. Həlimi öz adıdır. Bunun şeir adıdır. Şeir adıdır. Həlimi o şaha görə adını qoyubdur, onun adını daşıyır. O şahların dədəsin. Həlimi naili qəlbi səlim et. Lisanın məzhəri sirri kəlim et. Kəlim Həzrəti Musaya deyir, amma danışmaq anlamındadır. Yəni söz anlamında da gəlir. Tərcibənd, bir dənə tərcibəndə keçir. Orada qutardı o şeir. Əsrar eşqə can dili məhrəm eylədim. Əsrar eşqə can dili məhrəm eylədim. Yarın xiyal qəmzəsini həmdəm eylədim. İşrət müyəssər olmadı, nuşi qəm eylədim. Aləmdə kimsə eyləmədən aləm eylədim. İşrət müyəssər olmadı, nuşi qəm eylədim. Aləmdə kimsə eyləmədən ki eyləmədim, aləm eylədim. Kafdır, sindəy, mən bunu sində görürəm. Kafda kaf gəlir ola. Aləmdə kimsə eyləmədən kaf nun oxunur, aləm eylədim. Münkiri qiyas eyləmisin, pək kim eylədim. Münkiri qiyas eyləmisin, pək kim eylədim. Ərvahi küştican qəmi xürrəm eylədim. Çeşmi əlili həsrətlə pürnəm eylədim. Çeşmi əlili həsrətlə pürnəm eylədim. Al-İd-i Əkbər eylədi, bən ol-İd-i Əkbər eylədi, bən matəm eylədim. Oldu zəmanə eydi müsərrətlə şadkam, oldu zəmanə eydi müsərrətlə şadkam, gəldi qulub-i aləmə bir nişai tamam, hər kimsə kəndi halinə vermiş əcəb nizam, ziyyad əlində, sübhə və dəndan əlində cam, zuhad əlində, sübhə və dəndan əlində cam. Əlhasil oldu xəlq-i cahan naili məram, bən dəst busi yar ilə olmədim müqbikam. Çeşmə əlili həsrət ilə pürnəm eylədim. Çeşmə əlili həsrət ilə pürnəm eylədim. Ol eydi əkbər eylədi, bən matəm eylədim. Təhsil edincə keyfini səhbay fürgətün. Təhsil edincə keyfini
səhbai furqətin oldum nədim məclisi saqi həsrətün gördüm xumar nəşəsini cam işrətün xəmyazə qəmün çəkərəm şimdi vəslünün başım qodum əyağına əhli məlamətin oldum ədui əkbəri eydi müsərrətün çeşm əlili həsrət ilə pürnəm eylədim ol eydi əkbər eylədi mən matəm eylədim sən oldun ey fələk bana bir düşməni ənid kəsici o rütbə eyledin bana sən zülmünü məzid qıldın bəni məaidə yaridən bəid təşrif edincə ruzi müsərrə təş'ar eid müsərrət şiar eid təşrif edincə ruzi məsərrət şiar eid dildarı görmədim daim ayanınız səid əyyamınız şəid dildarı görmədim diyəm əyyamınız şəid görmədim diyəm görsəydim deyəcəkdim ki nə mənə əyyamınız səid qaldım xülasə dərdi təcəssürlə naümid çeşm əlili həsrətlə pürnəm eylədim ol id əkbər eylədi mən matəm eylədim yazdım həlim hal dili pürməlalimi özün burada mərrif edir Tamam. Yazdım həlim hal dili pürməralimi sərd eylədim sipehrə olan infialimi boynuna almasın kərəm etsin vəbalimi ol şah hüsnə gətirdim ərzi halimi görsün məali nəzm pərişan məqalimi cüş eyləsin nəticə bənim həsb halimi çeşm əlili həsrətlə pürnəm eylədim ol id əkbər eylədi mən matəm eylədim zahirən gərək burada qutarıydı çünki orada adın demişdi və adın da qırmızı yazır hər yerdə ki yəni bəlli eləsin ki mənzuru özüdür amma davam verir biraz orada şeirin də modelini değiştirir bəndə oldum olmadım azad əlindən gülmə köklümün bəndə oldum olmadım azad əlindən göklümün ruləşmi hər ləhzədə naşad əlindən gönlümün ruyi ol həşəm bəndə oldum olmadım azad əlindən göklümün ol həşəm hər ləhzədə naşad əli olmuşam o mimdir o cürsü düşübdür mən he görürəm onu Həsən hey görürəm ona görə olmuşam hər ləhzədə naşad əlindən göklümün bəndə oldum olmadım azad əlindən göklümün olmuşam hər ləhzədə naşad əlindən gönlümün əql و fikrim daima bərbad əlindən göklümün qurtuluş yoxdur ilahi dad əlindən göklümün dad əlindən göklümün fəryad əlindən göklümün şeir dəyişdi buradan bu şeir değişdi bu şeylə gedir eyləyib surət ləvəndə təməkkün ixtiyar eyləyib surət ləvəndə ya surətlündə təməkkün ixtiyar cah arif cah zahid cah olur divanvar istiqamət əmrinə gəldikcə eylər etizar əql و şər'ün qovlinə
bir dürlü etmez etibar. Bir dürlü etmez etibar. Dad elinden göklümün, feryad elinden göklümün. Nəqd ömrü dəmbedəm itlaf edən məmnunudur. Nəqd ömrü dəmbedəm itlaf edən məmnunudur. Çarəsuyi purzebanü dəhrə məğbunudur. Çarsuyi, çarsı həman, çarsı həm iki mənası olur, dörd tərəf, həm də bazar. Çarsuyi purzeban dəhrə məğbunudur. Surətən aqil nüma, əmma qəti məcnunudur. Qəti yəni kəsin. Bir əsafil pərveru nadan pəsənd dunidir. Bir əsafil pərveru nadan pəsənd dunidir. Dad elinden göklümün, feryad elinden göklümün. İnsafən çox düz deyir. Yəni insanın göyülü nə cürsə əsafil pərvər u nadan pəsəndidir. Qəsd məhzun etmədir hərgiz bəni şad etmədə. Qəsd məhzun etmədir hərgiz bəni şad etmədə. Fikri bir bərbad etmədir. Fikri bərbad etmədir, zahirdə abad etsə də. Qeydaxdalıya. Qəsdi məhzun etmədir, hərgiz bəni şad etsə də. Fikri bərbad etmədir, zahirdə abad etsə də. Niyyəti zülmü sütəm etməkdir, imdad etsə də. Xəfiyyətən bin məkr edər, bir xeyrə irşad etsə də. Xəfiyyətən gizli. Xəfiyyətən bin məkr edər, min. Xəfiyyətən bin məkr edər, bir xeyrə irşad etsə də. Dad elindən gönlümün, feryad elindən gönlümün. Ah edərsəm sən məniz bu çərxi nahəmvardən. Sanmaq, sən məniz, sanmayın ki. Ah edərsəm sən məniz bu çərxi nahəmvardən. Xaninidir düşmənim, bəhs eyləməm əğyardən. Xanəcidir düşmənim, bəhs eyləməm əğyardən. Çox gözəl. Ah edərsəm sən məniz bu çərxi nahəmvardən. Xanəcidir düşmənim, bəhs eyləməm əğyardən. Gördüyüm məhza əhanətdir dəriqa yardən. Gördüyüm məhzən ihanətdir dəriqa yardən. Dərd dildəndir şikayət etməzim dildardən. Dad elindən gönlümün, feryad elindən gönlümün. Xirə təhvir edə əhvalım xudayi layezal. Xirə təhvil edə əhvalım xudayi layezal. Feyz-i sübhani gönüldən eyləsin rəf-i məlal. Söyləmiş bu misra-i rəngini bir əhli kəmal. Quş edincə bəndəxi etdim həlima həsbə hal. Dad elindən gönlümün, feryad elimdən gönlümün. Bunu bir ayrı adam demişim. Bu dad elindən gönlümün, feryad elimdən gönlümün biri demişmiş. Bu onun üzerine bir şeir düzəldir. Tarixi vəfat. Görək nə deyir? Təriqi xəlq niç etsin پیشواسی طرح خلق نیک پیشواسی عارفی بالله جناب شیخ محمود ایشم اول سید نیکو. جناب شیخ محمود یشم یا یشم، جناب شیخ محمودی ya işimdi ya da yaşımdı. Çünkü burada bu iyi koyuptu ama bu iyiydi. İyi okuyacak. İşim. Tariqi xalq niç پیشواسی عارفی بالله جناب شیخ محمود اشim ol seyyidi نیکو. Adı Mahmud Eşim'di.
Qərimdən hicrət etmiş, qərimdən hicrət etmişdir. Rudi sıcaq şəhrinə olə. Qərim bir yer adıdır. Qərimdən hicrət etmişdir. Rudi sıcaq şəhrinə olə əvvələ. Gəlibdir sonra İstanbul'a oldu azim minu. Pəs gəlib İstanbul'a, sonunda gəldi İstanbul'a, bu özü də İstanbul'da yaşır. Gəlibdir sonra İstanbul'a oldu, İstanbul yazıb, İstanbul deyil. İstanbul'a oldu azim minu. Didə-i qutb cahan hərfi mücəvhər eylə tarixin. Didə-i qutb cahan hərfi mücəvhər ilə tarixin. Qrimi Şeyx Hamid köçdü baqi mülkünə yahu. Bu əbcədlə yazıbdır. Mücəvhər deyə tarix yazıbdır. Bu adamın ölmək tarixini yazıb mücəvhər. İstəyək bunu bilək. Burada yazmış tarixi. Görək ki, bu fori yazsın bizə. Tarixi əbcədi mücəvhər nə deməkdir? Bunu bizə görək. Tamam. Niyə göndərmir bunu? Zalibdir. Buna bir şey gəlibdir. Olmuyor, internet kəsilibdir. İstəyirəm bu tarixi görsətsin, görsətmədi gedək o Çinlilərinkinə baxaq, o deyir. Dipsik əcəb soyuq dəymədi. Tarixi əbcədi. Yenə də İngilisi yazmışıq, İngilisi hərflərlə. Tarixi əbcədi mücəvhər. Görək nə deyir? Mən də bunu mücəvhər yazmışam, mücəvhər gərək yazaq. Görək bunu nə deyir? Deyir ki, tarixi nədir? Mim 40'dir, cim 3'dir, vav 6'dir, ha 5'dir, ra 200'dir. Cəmi olar 254. تبدیل به تاریخ هجری الاسق اگه فرض بکنیم به عنوان تاریخ یک واقع در نظر گرفته شده باشه میتوان گفت تاریخ 254 ki muadil təqribi 254 dilində. Pəs bu şey olubdur. Əgər mənzur şuma kəlmə mücəvhər bir mənay cəvahir nişan o da deyil. Həman ədəd mişəvət. Yenə də həmandır. Tamam. 254-cü ildə bu mücəvhər Allahın rəhmətinə gedibdir. Yəni o şeyx. Hara getdi bizim? Tamam, buradadır. Pəs bu 200 neçə oldu? Bir də buna baxın. $254. Ehtimalən o zaman kitap yazılmayıbdı. Çünki İstanbul'dan danışanda, yəni bu adam Fəthi, İstanbul Fəthi olandan sonra olubdu orada. Bu da bunu göstərir ki, bu kitabı yazan o zaman yazıb. Amma dastanda qeydir, hekayətdə o qədimdən
söz edir. Tarix tədris. Həfidi Aşir Əfəndi, Həfidi Aşir bir nəfərin adamıdır. Həfidi Aşir Əfəndi Cənab-ı Miri Nəbil ya Nil təriqi elm ilə duxul eylədi ləyaqət ilə. Təriqi elmə duxul eylədi ləyaqət ilə. Edər Həlim bu tarixə sərfuru dünya Bənil. Bənil o Mir Bənildir bunun adı. Aşir Əfəndi həman Cənab-ı Mir Bənil yek oldu müdərris Rəcəbdə izzət ilə. Buna da indi sərfuru dünya ehtimalən ondan olacaqdır. Yəni burada gərək yenə də gedək bu Həlimi ehtimalən götürək. Ya bunların birini deyək ki, bu bunun tarixidir. Yenə də şeylə. Tarixi Ləhyə. Arif Əfəndi Zadə-i şəhri Siyam içində. Yəni oruçluq ayında doğulubdur. Arif Əfəndi Zadə-i şəhri Siyam içində irsal-i ləhyə eylə qədrin cəlil qıldı. Mənqut ilə Həlima tarixin etdüm imla. Mənqut ilə, onun kəlmi mənqut, onun tarixidir cəndə. Etdüm imla, xətt-i şərifi raifi ruy cəmil qıldı. Tarix-i viladət, bu da onun, ikinci adamın tarixindedir. Tarix-i viladət, pedəri didi mücəvhər tarixi. Mücəvhəri ki bildik da, ağsəqqəlli ola oğlum Tahir. Oğlunun adı Tahir imiş. Tarix-i itmam-ı Baisabad. Dedim inşa edib həm ana tarix tamam oldu Həlima Baisabad. İnşad şey sözüdür. Dedim inşad edib həm ana tarix. Bu inşad sözü tarix olacaqdır ehtimalən. Tarix-i vilayət Ümayim. Aləmə gəldi bugün İzzilə Sultan Osman. Tamam. İndi gəldi burada Osman tarixinə yetişdi. Tarix-i vəfat. Nüqtəyi əşkim hesab etdim, dedim tarixini. Əşki sözü, əşkim tarixdir. Cəbr ilə hesab olur, əbcəd ilə hesab olur. Şeyx-i Sadıq köçdü, geçdür məlayicini dinə dük. Nə mənədir? Bu da oxuya bilmədim. Təxmis-i qəzəl. Qəzəldən geçək, bu da təxmisdir. Gedək. Burada bir şey görmüşdük. Ola, hərf-i lam. Tarixlərdən bir şey ala bilmədik. Çünki bu kitab ha zaman yazılıbdır. Amma qəzəldə bəlkə bir şey olar. Ona görə istədim bir də qeydəm, ora bir baxam. Yəhyanın qəzəlini alır burada. Ona bir şey deyir, amma hər halda Osmanlı dövründə bu yazılıbdır. O bəllidir. İki yerdə iki dənə kəlmə işlətdi. Bir İstanbul işlətdi, bir də Osmanlı işlətdi. Oradan bəllidir ki, bu kitabın 500 il hududən ən azı ömrü var, amma çalışacaq ki, bir tarix tapaq buna. Hərf-i əlif. Yağışmaz qeyri xuban kimsün kalay istiğna. Qədi yarə biçilmiş camədir dibay istiğna. Yağışmaz qeyri xuban geyməsün kalay istiğna. Qədi yarə biçilmiş camədir dibay istiğna. Miyan məclisə nəql olsa busi ləəlin al sönməm. Bəni məst eyləmişdir saqiya səhbay istiğna. Bəhar nazi keçmiş, rəngi solmuş ol sitəm xuyun. Bəhar nazi geçmiş, rəngi solmuş ol sitəm xuyun. Diləkdir ya denildir bəd zin gülzar hüsni cay istiğna.
Dili şeyda xiyali vəsletindən oldu müstəğni. Rul afət etməsin. Ol afət etməsin şimdən görü xuliyayı istiğna. Əzəldən naz-ı nixvətlə mərkəbi ünsür bakün. Əzəldən naz-ı nixvətlə mərkəbi ünsür bakün ya pakün vücudundan ibarətdir benim mənayı istiğna. Cahanda ol gedayı bi sər u samənə eşq olsun ki eynində degüldür məsnədi ulyayı istiğna. Verir şöhrət həlima namizəd namımız, verir şöhrət həlima namımız dünyaya sərtasər, tutunca qaf dildə aşiyan əngad istiğna. Burada bir şey yazıbdır. Tayanmaz balişi zərya yar cami Hazret Nişan. Tayanmaz balişi zərtar cami Hazret Nişan. Odur varisə şimdi mənə pirayı istiğna. İhtimalən bu üsttəki şeirin bir bəndi yaddan çıxmışmış, onu təzəşdən yazmağa başlar. Qıraqda. Şeir, bunlardan baxaq. İndi gedək 50-ci səhifədən biraz oxuyaq. 54, 50, 50. Burada ki Həlima demişdi, oradan tutaraq, çünki üstəki şeiri qutarıb aşağıdakı şeiri bir oxuyaq. Beytül axər ənməz, Beytül axər ənməzi yar gəlib eylədi şən. Beytül əhzanımızı yar gəlib eylədi şən. Görəli gün yüzünü çeşmimiz oldu roşən. Həlqəyi körünən, hülqəyi görünən dağ degül cismimdə. Gedim əğyar ilə cəng etmək üçün, geydim əğyar ilə, geydim, geymək, puşidən. Geydim əğyar ilə cəng etmək üçün bir covşən. Biz sənin ilə fəğan eylərikən çuyində, biz sənin ilə fəğan eylərikən çuyində, köy, köy də şəhər, yəni kənd. Biz sənin ilə fəğan, Farsa geçibdi, olubdu kuy, ki kənd anlamındadır, amma biz səninlə fəğan eylərikən çuyində, kim idi yar ilə gülşəndə bülbülü gülşən. Oldu bana Ramazanime xiyalım daha. Oldu oldu burada bir şey yazıb oxuya bilmirəm. Oldu İqar məzaminə. Oldu İqar yazıbdı. İqar məzaminə xiyalım dəhad. Yiğidin etdi təvəllüd misli vaqi'i şaq. Edə mürği dilin üqde-i qəmdən azad. Edə mürği dilin üqde-i qəmdən azad. Dami gisuyi dilaraya Həlima Əliş. Biraz bu şeiri oxumaqda xətlərində müşkülü çox tapdım. Gedək bir ayrı. Burada bir gözəl xəttinə bir şey yazıb, qoy bunu oxuyayım. Bunu rahat oxuya bilərəm, ehtimal verəcəm. Çuy yara şitab var dildə. Çuy yara şitab var dildə. Həvəsi bi hesab var dildə.
Şöylə tursun götmə sən zürmə. Şöylə tursun götünmə. Qutunma sən zürmə. Nə demək olar? Şöylə tursun qu tikmə sən zürmə. Təkmək olmadı. Qu təkmə. Başqa bir istirab var dildə. Pərtov-i hüsnü tutmuş afaqi, şimdi bir aftab var dildə. Qətl əğyara eylədim minnət. Qətl əğyara eylədim niyyət. Yenə qəsd səvab var dildə. Ya Rəb anı bir nigahi lütfünlə. Bir bənai xərab var dildə. Dərcəhi padişahi eşq həlیم. Xahişi intisab var dildə. Bir dənə də qəzəl yazmışmış, natamam. Zərrə pərvər aftabımsən bənim. Zərrə pərvər aftabımsən bənim. Ovc hüsnə mahtabımsən bənim. Nəcmi bəxti şü'li tabımsən bənim. Dilbəri ali cənabımsən bənim. Ay ay. Etmə ey şah bəndəci cورə səza. Etmə ey şah bəndə ki cورə səza. Aşiq افتاده kim eylə vəfa. Xaç pay oldum əfəndim bən sana. Dilbəri ali cənabımsən bənim. Şivələrlə çıx bugün dur anəsən. Şivələrlə çıx bugün dövranəsən. Gün kimi gəl sevdigim cövlanəsən. Gəl otur balay qəsri canəsən. Gəl otur balay qəsr canəsən. Dilbəri ali cənabım sən bənim. Dilbəri ali cənabım sən bənim. Bir şəhi hüsnə həlima bəndiyəm. Rah eşqində anın əfkəndiyəm. Yar fəhm eylər nə hacət bəndiyəm. Yar fəhm eylər nə hacət bəndiyəm. Dilbəri ali cənabım sən bənim. Burada kitabın sonuna yetişir bu şeir bölümünü. Mən bunu istəyirəm ki, biz tarixi buradan çıxartdıq da. Dedik ki, bu tarix, kitab bu tarixdə yazılıbdır. 1243-də. Bunu yazdıq bura. Düzdür, yazmışıq. İndi əlan neçədir? Bu deyil. Maşın hesabı açacaq. 1447-də əlan. Ondan çıxacaq 1243. Bu kitab, olmadı, iştibah elədik. 1447-dir. Ondan çıxacaq 1243. 204 il öncə bu kitab yazılıbdır. Bunu da buradan tapdıq. 204 il öncə. Tamam. Bunun daha biraz öncəsini oxuyayım, görüm ki, nədir? Küşte-i eşqini xusl edib oşux dəllak. Küşte-i eşqini xusl edib oşux dəllak. Sonra giydirdi ana kəndi əli ilə kəfən. Ziri şəfəqdə şam-ı səhər aşkarədir. Asar kirdigar sefid و siyah sürx. Yadındadır bilirsən əfəndim o gecəyi ki busegah yar tələbkarı olduğum. Xəttini təlmih edər bir namə gəldi yarıdən.
nöşte-i şirin yazmış, nöşte-i şirin yazılmış la'l-i şekerbariden. Oqundi nüsxeyi xəttində fəsl vəsli ol şuxun. Çoğaldı qil و qal amma bir əla imtihan oldu. Yara keyfiyyət olur la'l-i şekerbarinden. Yara keyfiyyət olur la'l-i şekerbarinden. Məst olur nəşne dəxi, nəş'eyi dəxi halət güftarindən. O gülnəhal gəlmədi gülxanə seyrinə. O gülnəhal gəlmədi gülxanə seyrinə. Gülxən göründü çeşmimə bu gülşən-i cəhan. Sən qəbul eyləmədin bəndəxi rədd etdümani. Sən qəbul eyləmədin bəndəxi rədd etdümani. Bəd az in bu dil rüsva nə İskəndər nə bənim. Bəd az in bu dil rüsva nə İskəndər nə bənim. İskəndər deməkdir. İskəndərin xülasəsidir. Tamam. Buradan bu izə geçir mətni. Əlbəttə şeirlə başlayır. Kitabın bu ikinci bölümü. Görək burada nə yazır. Bismillahirrahmanirrahim. Gəl hərdən bəhar həmd و səna. Şayət də gül ola. Gül hərdən bəhar həmd و səna. Dür ki vacib el-vücudə səza. Ehtimalən ilə gəl olacaqdır. Gəl hərdən bəhar həmd و səna. Dür ki vacib el-vücudə səza. Allaha. Gülşəni vəhdəti mütərradır. Xar əğyardən müərradır. Müərra ari. Ari sözü, arı yəni təmiz. Ərəbcədə eyninə yazılır. Etdi gülzar aləmi icad. Qıldı feyzi rəbi ilə abad. Rəbi bahar. Qıldı feyz rəbi ilə abad. Həzrət ənbiyayı zişani qıldı ol روزنın nigahbani. Rozə bağça. Baxüsus o gül hədiqi naz. O gülü hədiqi naz. Yəni əşkufədani məhfil raz. Əşkufə, şükufə yox, əşkufə. Yəni əşkufədani məhfil raz. Sayə əndaz gülşən əkvan. Sərv tuba خرام باغ جنان. سرو توبا خرام باغ جنان. گلی بلبل نواز گلشن علم. بلبلی لانه ساز دوحه حلم. صاحب روضه احمد مختار. باغبان حدایق اسرار. eylədi yeminlə o zat-ı şərif. Çarbağ ənasuri təşrif. Çarbağ mənzuri o 4 ünsürdür da. Çünki ol rəhməti xuda gəldi. Gülşən aləmə səfa gəldi. Etdi cuy şəriətin icra. Cuy çay. Arx. Etdi cuy şəriətin icra. Qıldı bağı cəhani həb orda. Kökünü kəsdi xəntəl cəhlün. Kökünü kəsdi xəntəli cəhlün. Nə deməkdir xəntəl yox xənzəl? Xəzəl bilmirəm nə deməkdir. Xəntəl olacaqdır. Kökünü kəsdi xəntəli cəhlün. Şaxsarın qurutdi naəhlün. Xənzəl görək bu əlbəttə bu yazmayacaqdır. Yazmır zahirən yox yazmır. Bunu bağlayaq. Gedək bunun özündən. Xəntəl. Görək xəntəl nə deməkdir? خنتل رو میخواهم به ابجد حسب ابجدین دمه چه؟ معنی خنتل
Deyir ki, ehtimalən belə bir şey olacaqdır. Mən də bunun şeyini bilmirəm, amma ola bilər ki tamam, tapmadı mənasını. Kökünü kəsdi xəntəli cəhlün, şaxsarın qurutdu naəhlün. Nəxl züqqumi eylədi nabud, oldu aşüftəyi əşküftəyiğuncəyi məqsud. Həman şüküftədir də, əşküftəyi. Ola gəl dəstəyi səlatu səlam, vasıl ruzeyi rəsul niyam. Dəxi əshab alünün hər an, ola ərvahi gül gibi xəndان. بعد از این بو حلیم افتاده، یعنی شهباز گرای خان زاده. شهباز گرای خان زاده haradaydı adı? Şəhbaz Giray Xanzadə. Adın dedi burada. Kamil adın dedi. İndi görək ki, buradan bu üzə geçir düz yazıya, nəsrə görək ki, nə deyir? Olacaq xunçeçini gülbəni raz, gülbəni raz. Böyle eyler hikayete ağaz. Bu abd fقیر اکثر احیانده مطالعه کتب تواریخ و سیر و ملاحظه مناقب سلف اهل əsərə mail və məcbur olub, yəni bir yerdə işlirmiş. Qəraət etdigüm kütüb və fəyyatidə, yəni ölənlərin kitablarında. Qəraət etdigüm kütüb və fəyyatidə və vüzərayı kəram məşayix izamu uləmai əlami həzəratun lai təracim əhvalləri dəstiyari xami ihtimam ərbab həmimlə keşidə silk-i intizam qılınmış silk-i intizamə qılınmış olub. Ol güruh enbuhidən fəqət itaət muluk ədalət suluk Osmaniyyə rəhəməhumullah əslafəhum və əbbədə səltənətə əxlafəhum ilə müftəxər və sayi inayat və inayət vayələrində bağçı-səray aləmdəğunçə-i murad fuadləri cüşadə olan xanani Çəngiz. Burada deyir ki, yəni Osmanlılar Çəngiz evladlarıdır. Bu, o tarix ki yazılıbdır, onun tərsinədir. Çünki Moğulla savaşıblar Çəngizlər. Üzrəm, Moğul ordusu ilə Osmanilər savaşıblar. O savaşdan dolayı düşmən kəsiliblər bir-birlərinə. Amma bu adam ki özü Osmanlıda yazır, həqiqətin üstünü açır. Bir də Muluk-i ədavlət-i suluki Osmaniyyə rəhəməhullah əslafəhum və əbbədə səltənətə əxlafəhum ilə müftəxər və sayi inayət vayələrində bağçı-səray aləmdə غunçə-i murad fuadləri cüşadə olan xanan Çəngiz Nəcad taət mu'tad yəni adət eləmiş. O da ki deyirik, birinə deyirik mu'taddır, yəni bir şeyə adət eləyibdir, ondan əl çəkənmir. Tərk-i adət mərəzəs, mucibi mərəzəs də oradan gəlir. Taat mu'tadun ruznamçə əhvalləri zəbtinə təqyid olunmadığından, təqyid yəni gündə bunu yazmadığından, təqyid olunmadığından Şirazi məcmui silsilələri manənd külli gül xəzan didə pərişan və əksərinin əsamisi belə kəmkərdə səhv və nisyan olmaq dərəcəsində rəsidə olmaqla qəmdən ölümüm qorqar. Qəmdən ölməm qorqar qeyrət həlak eylər yəni yeni müfadincə baisi hərəkəti irq qeyrət, irq burada təəssüb, irq qeyrət olmaqla
duayı xeyrə səbəb olur. Əminəsilə əhval-ı qərim və qırım həman. Kırım yazmayıb. Burada qırım yazıb. Calibdir. Kafına. Əminəsilə əhval-ı qırım və tatari haçi olan tarixdən Heydərzadə tarixində bir dənə adamın tarixinə işarə edir ki, Heydərzadə adında bir adamdır. Və Rıza Əfəndinin Əsbəül Əs-Səyyar fi əxbar muluç tatar nam tarixində. Rıza Əfəndi də bir dənə kitab yazıbdır. Əsbəül Səyyari fi əxbar muluç tatar. Calibdir. Bunun adını yazın bir yerdə. Görək bu kitabı tapa bilirik. Yazar Rıza Əfəndi. Rıza Əfəndi. Kitabın adı Əsəbbə'i. Təşdidi var burada. Əsəbbəül Səyyar fi əxbari Tatar. Muluç Tatar. Tamam, buna baxarıq. Tarixində və yenə Qırimi Qəfuri və Xürrəmi Çələbi. Qırımlı Qəfur və Çələbi Xürrəmi və Əbdülcəlil məcmuəsindən və sair dəstərəst olduğu məcmuələrdən intixab olunaraq lafz-ı krayk əsami xanan və əsalatinə izafə olunmasına bais və badi olan Hacı Giray xanun tərcüməsindən ibtida və 1215 salı xilalində intiqal darbəqa edən Bəxtgiray xanun tərcüməsinə qədər əla təriqil icmal hədiqeyi vüzəra tərzində zəfəryab olunun əhvalləri zəbt və tərqiminə ittira olunub. Görürsünüz, bir dənə kitabı yazmaq üçün adam gedib deyib, tərbən bir səfər kitab adı yazıbdır ki, filan kəsin kitablarına baxmışam. Onlardan bais və badi olan Hacı Kiray xanun tərcüməsindən, o da bir tərcümə eləyib Hacı Kiray, ibtida və 1215 salih xilalində intiqal darbəqa edən Bəxtgiray. Bəxtgiray da bir ayrı adamdır. Xanun tərcüməsinə qədər, o da bir tərcümə eləmişmiş. Əla təriqil icmal hədiqi büzəra tərzində tərz yol, şivə tərzində zəfəryab olunan əhvalləri zəbt və tərqimiyi ittira olunub. İş bu 1226 salı Xudəstəfali Rəbiül Axiri ki, axiri fəsli Rəbiidir, təkmil müyəssər olub. Kitabı pəs o zaman yazıbdır, qutarıbdır. Bunu da burada yazaq. Dedik ki, 1226-da burada nə demişdi? 1243. İndi burada iki tarix var. Bir şeirlərin tarixidir. O şeirlərin bölümünə tarix qoyubdur 1243-də tamam eləyibdir. Bir də bu kitabı başlayıb ki, deyir, bunun da yazmağı 1226 salı Xudəstəfali Rəbiül Axiri ki, axiri fəsli Rəbiidir, təkmil müyəssər olub. Gülbün Xanan təsmiyə olunmuşdur. Bu qismətin adı Gülbün Xanandır. Yəni, iki qismətdən ibarətdir. Bəs bunu beləsi yaza bilirik ki, kitab iki bölümdür. Biri nədir? Şeir, biri tarix. Şeir. Bu bunun tarixidir.
Bunun tarixi 1243. Tamam. Şeir 1243'te qutarıbdır. Bu da adı nə adı? Bu qismətin adı, tarixin adı Gülbün-i Xanan. Gülbün-i Xanan. Xanlar. Gülbün-i Xanlar, Xanan təsmiyə olunmuşdur, ad qoyulmuşdur. Adı qırmızı da yazıb ki, yəni hətmən bilək ki, bu kitabın adıdır. Zəhmət-i mütaliə, irtikabə tənəzzül və imrar-i nəzər-i təvəğğül edən zəvat-i kiram-i məkarimi səmatidən ricai sadiq və ummid vasıq budur ki, səbki vəsnini dəxl و təşyinə və müqtəzai qilləti bəzaətdür kar olan xətای qüsurimi sadə dilan əvamə təşyiع etməyib mümkün mərtəbə vaqe olan səhv və xətayı qələmi muarifə rəqəmləri ilə təsrih və islaha himmət buyururlar. Burada da görürük ki, adamlara yapışır ki, yalvarır ki, bunu dava eləməyin, əvamın dilinə salmayın. Əgər iştibahım olmuş olsa təsrih edin. Çox gözəl yazılmışlar, çox elmi gedirmişlər. Yəni mən bunların kitablarına baxanda görürəm ki, biz indi bu cür elmi işləmirik İran deyilən yerdə. Onlar məsələn neçə yüz il bundan öncə 20 il bundan öncə bu kitabı tarixini yazıb 226-da, indi də 47-dir, yəni 221 il öncə bu adam həm yazmağın, yəni hangi mənbələrin yazır, həm də gələn nəslə deyir ki, mənim iştibahım olsa o iştibahları düzəldin. Yəni qəbul edir ki, iştibah ehtimalı var. Çox cəlibdir. Bu bizim burada bu günləri o şeydir ki, yeri boşdur. Rəqəmləri ilə təsrih və islah himmət buyururlar və minəllahi tövfiq. Məlik Hacı Giray xan. Əvvəl buradan başlayır. Məlik Hacı Giray xandan. İbn Qiyasəddin Sultan İbn Teymur İbn Canay İbn Tola Teymur İbn Cəng İbn Çəngibni Döktümür İbni Tuqatmır İbni Cuci İbni Təmuçini Əşhür be Çəngizxan. Yoxsa apardı bu adamın dədəsinin getirdiyi şeyə, Çəngizə. Məlik Hacı Giray xan Qiyasın oğlu, Qiyasəddin oğludur ki, Sultan İbni Teymur İbni Teymurun, Sultan İbni Teymur İbni Canay İbni Tula Teymur İbni Cengic İbni Döktümür İbni Tuqatmır Cücinin oğlu Temuçinin də adı Çəngizdir ki, məşhurdur Çəngizə deyir. Temuçinin oğlu. Valide-i mükərrəmləri nənəsi, dədələri. Valid-i mükərrəmləri Qiyasəddin Sultan Damənkiş təəlluqi cəhan olduqda bəni əmamindən seyyidi Nəbi əmamindən Peyğəmbər tərəfindən gəlməli deyir yəni. Nəbi əmamindən Seyyid Əhməd xanın qələbə və hücumindən 7 sənə qədər cuşegir səmti fərar və bəd suq و saiq təqdir ilə calisi sərir hükümət tatar olub 871 sənəsi tariki qəbay müstəar həyat və bağçı sərayı məhəllatdən Səlacıq nam məhəllat bir dənə yer adıdır ehtimalı. Bağçı sərayı məhəllatdən
Salacıq nam məhəldə qəbləl vəfat təhiyyə etdi ki, türbe-i məxsusəsində دفین خاک عطرناک و عازم جنات عالیات oldu. Mərhum müşar eləyək. Husn surəti ilə məşhur və əlsinə ənamidə Məlik Hacıgiray deməklə məzkurdur. Asar hərbəsində Asar hərbəsindən Yəhud qəl'əsi nam məhəldə bir mədrəsə dilgüşa və sair məhəllərdə məsacid və mədaris bunyad və inşa eylədiyi kimi kütüb-i təvarixdə müfəssəla məsturdur. Müddət hökuməti 30 sənədir. Tamam, da bunları oxumuram. Məncə bunlar yetişər. Bildik ki, kitab nədir? Oxumağı da rahatdır. Xətti çox gözəl yazılıbdır. Bir-iki kəlməni ki, orada burada oxuya bilmədik. Deyək ki, 5 kəlmə, 10 kəlmə oxuya bilmədik. Qalanları nəzərimə gəlir ki, mənim bu savadıma görə çox yaxşıdır. Gedək görək ki, 100-ci səhifədə nə var? Oradan biraz oxuyaq. İtale دست خسارت etdikləri məsmu-i padişah ədalət dəstgah olduqda istirdad əmval məğsubə qəsb olmuş. İstirdad əmval məğsubə zimnində xətt Humayun nüsrət məqrun sadir olmaqla icrayı məmuriyyət üçün bucaq canibinə rəvan və itmam məsləhətdən sonra vilayət Qırım və sair qələmröy hökuməti məhəllərdə olan vaqi cəvami və məsacüdün mənabir və məhafilində duayı dövlət padişah zaman ibtida təzkir və əsami xanان Qırım ta təxir olunmaq xüsusini tənbih edib. Tənbih eləmək yəni yada salıbdır, agah elətdiribdir ki, beləsi. Tənbih edib hiddə-i Qırımda dəxi təzkar əsami şayan ilə ronaqdehi səvami azan olunmaq mərhumun asar xeyriyyəsindəndir. 996 Cəmadül Ulasında Azimi Dar Axirət və Ağkirman qələsində cami-i kəbirində cuşegiri cünc-i izlət oldu. Vaxt həyatı 54 və müddət hökuməti 3 sənə 10 aydır. Müşarə ileyh aqil durəndiş əksər ovqatidir. Səadətdə güzəran edib 3 danə padişah ali nişanın məzhər-i hüsn-i nəzər atifət əsərləri ilə kamkar olmuş bir zat ali səmat idi. Rəhməhullah Teala. Tamam, gedək 200-ci səhifədən. Görək orada nə var? Burada form dəyişdi. Tüm form dəyişdi. Mən bunu biraz sürətlə gedim dalıya görüm ki, bu form kitabın rəngi dəyişdi. Bu əcəba elə əvvəldən belə idi ya mənim gözüm burada gördü ki, belədir. Belə gəlir ki, kitab əvvəldən belə imiş. Mən nəcəb bunu görməmişəm. Rəngi sarı imiş elə. Tamam. Tamam. $200'ə gəldik. Görək ki, tamam. İnfial olub dərhal səmaqu qəziyyəsinə nəfi və təzib və bədül əhvədlərindən əhfad olar. Məsələn, bilmirəm, bəlkə də o anlamda deyib. Bir də bu nöqtə də ola bilər. Çeftirlərində
iqamət ruxsat ilə təltif və tətyib olundu. 1195 Ramazan şərifində azimi səmt bəqa və vadi məzari qürbündə müxtəfi xaç fəna oldu. Müddət həyatı 60 qərib və dəf'i ola xanlığı 1 sənə 2 ay və dəf'i saniyəsi 7 mahidən ibarətdir. Mütərcim müşari ileyhün əqli və dirayət və fətanət və kiyasətlə müştəhər və iradi umurə ləyaqəti zahir və bahir tizin və təcəmmülə mail və arayış و ihtişamə şیفته dil olub معزولیکن دخی اسباب رسمیه təkəllüfünə mübtəla və libas cunacun ilə müzəyyən və mücəlla idi. Asar xeyriyyəsindən çiftliklər olur əkinəcək yerləri. Çiftlikləri olan fındıqlı pişgahında vaqi Nəhri Tüncə bu günləri indi Bulqaristanda da elə bilirəm. Nəhri Tüncə üzərinə bir cesr-i kəbir inşa buyurduqları məşhurdur. Cesr körpü rəhmətullah əleyh. Dövlət girayi xan rabi روزنامه احوال فرخنده faalləri icmalən surudi bəyan olunan Ərslan Giray xanın şöbə-i dövlət həyatı tamam. Gedək kitabın sonuna da bir vərəq vuraq. Görək ki, sonda nə yazıbdır. Ondan sonra burada qutarır. Elə burada biz bu hekayəti oxuyaq. Görək ki, tarix məcmuiyə və Cənab Sururi tarix digər. Görün burada üstdə bir şey də var. Fənn tarixdə sahibi məharət və hubut Adəmdən bu dəmə gəlincə zuhur edən və vukuat məzbuti olub məclis müsahibəti mütaliə kütübdən müstəğni və hingami cəvanidə müsaidi tali ilə şöhrət yab ilə isədə şinhuxti başda buram nəminə oxunar. Şinhuxti zamanında ehtimalən addır. Şinhuxti zamanında bir bəxti müsaid məşhur edin ol misra nə mənə idi? Müvafiq hal و şəni idi. Rəhmətullah aleyh. Tarix məcmui به جناب سروری تألیفine حلیمün əgər iç پسندی kim تألیفine حلیم cirayun پسندی kim تألیفine حلیم cirayun پسندی kim qıldı anı rəsidi payan rəbidə Rəbi ayının yəni bahar fəslinin sonunda qıldı anı kitabı qutardı anı rəsidi payan rəbidə tarixi xoşdər oldu Güli Jalevaridən tarixi xoşdər oldu Güli Jalevaridən 7 nəhal gülbünü xanan rəbidə ehtimalən Güli Jalevar bunun tarixi olacaqdır. Nə deməkdir? Tarixi digər به جناب eyni حضرت شهباز خانزاده حلیم پرهنر فخر سلطانان چنگیزیه و عالی ثبات bir hədiqə yapdı. Bir hədiqə yəni bağça. Bir hədiqə yapdı. Səmən gülbünü xanan qoydu. Səməni gülbünü xanan qoydu. Adın ismin bir hədiqə yapdı. İsmin gülbünü xanan qoydu. Bağı aləmdə digər hər fəsli təsnif həzar. Burada Misre tarix eyni şahu dür gudsebar
əndəlib eşqi oldu Gülbin xanan bəhar. Mini yazıb orada. İndi burada misra tarixi eyni. Eyni kəlməsi ehtimalən o qalanı da bu olacaqdı. Bu da bu kitab. Bu günləri bir kitabla tanış olduq. Türkçə yazılıbdır. Çox gözəl xətt ilə yazılıb ki, mən oxuya bilirəm. Dünənki kitabı oxuya bilmirdim. Bunu oxuya bildim. Biraz da rahat oxudum hətta. Bu adamın, yəni yazarın adı Şəhbaz Girayxanzadədir. Amma şeir adı, qələm adı pen name Həlimdir. Həlim Giray. Həlim Osmanlıların bir dədəsinin adıymış ki, gedir yetişir kökü Çəngizə. Belə deyir. Kitab iki bölümdən ibarətdir. İki bölümündə hərəsinin ayrı-ayrı tarixi var. Amma bir kitabda yazılıbdır. Və bu da bunu göstərir ki, bu kitab nüsxədir, əsl deyil. Çünki o adam iki dənə ayrı kitabda yazıb, ayrı-ayrı, hərəsini bir tarixdə yazıb. Məsələn, şeirlərin 1243-də yazıbdır şeirləri. Şeirləri yazmadan öncə, 20 il öncə, deyək ki, 20 il də deməsək, deyək 17 il öncə də bu tarix kitabını yazıbdır ki, 1226-da imiş. Yəni, əvvəl tarix kitabını yazıb, 1226-da, 17 il sonra gəlibdir, şeirin yazıbdır. Gülbin xanan bu tarix adıdır. Mütəəssifanə bunu mən yenə burada eləmişəm. Bu tarix bölümünün adına qoyubdur Gülbin xanan. Bu da bunu bəlli edir ki, bu kitab yazıbdır. İki məcmuədir, iki ayrı-ayrı kitabdır. Sonra bunu bir nəfər yazıbdır bir kitab içində, yerləşdiriblər, qoyublar bura. 231 səhifədən ibarət idi və biz də bunu oxuduq. Məncə çox gözəl kitab idi. Şeirləri də ali, çox ali məzmunları vardı. Çox sevdim. Təklifim budur ki, dostlar oxusunlar, əlyazma kitabları qeydin, oxuyun. Çox bunların içində dərin məlumat var. Hərəsi bəlkə bir lisans, fوق lisans, doktora belə tezi ola bilər. Sağ olun, sağ qalın. Allah şükür olsun ki, bu günləri bizə bu fürsəti verdi. Əgər bir fürsət də versə, sağlığımız da müsait olsa, yenə bir ayrı gün, bir ayrı kitabla başlarıq. Mühəndisi cəhlidən uzaqlaşıb, öz dilimizdə, öz tariximizdə, öz kültürümüzdə, öz yaradıcılıq düşüncəmizdə üzərik.